Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Bugünkü gün sizlərlə mühərrik və invertor haqqında danışmaq istəyirdim. Ya Allah, başlayaq. Demək, gördüyünüz kimi, baxın, 5.5 kW 3000 devriyə mühərrikimiz və 5.5 kW 3000 devriyə 32 valla. Bu mühərriklər köhnə mühərriklərdir. Bu isə yeni tipli mühərriklərdir. İndi sizə nəyi göstərmək istəyirdim? Əvvəla buradan minnətdarlığımı bildirmək istəyirəm qardaş oğluya. Bu mühərrikləri tapır, bugünkü günü çıxardır ortaya, təmir eləyir, sarıqlarını yenidən, dolaqlarını dolayır, mis naqillərlə yollayır bizə. Biz də əppək qazanırıq ailəmizə. Qardaş oğlu, Allah səni var eləsin, Allah sevdiklərini həmişə xoşbəxt eləsin. Amin Allah. Demək, bu bizim invertorumuz. Əziz izləyicilərimiz, demək, kim də bugünə kimi elə içi mən qarışıq əziyyət çəkirdik. Çünki elə avadanlıqlar var ki, onları məsəl üçün işlədə bilmirdik 220 voltla. Artıq müasir dünyadır. Bax, belə invertorumuz var. Bu invertor demək 220 volt alaraq 380 volt mühərrikə verir və mühərrik 380 voltla qidalanır. 7 kW yarım, 5.5 kW, sonra 11 kW kimi, hətta yuxarısı da var. Elə 7 kW yarım ən optimal variantdır. Yəni bu invertorla işlətməyə. İnvertorda kimə lazım olarsa inşallah əlaqə nömrəsi məndə var. Verərəm, Yusuf qardaşla əlaqə saxlayarsınız. Allah hamının işlərini avand eləsin inşallah. Amin Allah. İndi invertorumuzu işə salaq Allahın izni ilə. Demək, əziz izləyicilərimiz, burada mühərrik gördüyünüz kimi çox yavaşdan başlayır sürət yığmağa. Bu da o deməkdir ki, sizin naqilləri gücə salmır, şəbəkəni gücə salmır və işıqlarda yanıb sönmə məsələləri olmur. Yəni bu invertor, indi mən buradan hertsi qaldıracağım, tezliyi və 3000 devriyəni inşallah alacaqdır. Buyurun. Mühərrikimiz 3000 devriyədə işləyir. Keçdim invertoru. Əziz izləyicilərimiz, artıq o problemlər ki var idi, biz təsərrüfatda məsəl üçün belə mühərrikləri tam gücündə işlədə bilmirdik. O aradan qaldırdıq. Qaldırdıq deyəndə əstəğfurullah, bizlər yox, elm sahibləri. Allahın izni ilə, Allahın lütfu ilə. Allah hamınızın işinizi avand eləsin. Allah canınızı sağ eləsin. Yəni ot doğrayan, yem üyüdən, yem qarışdıran belə bir avadanlıqlar sizə lazım olanda səhifədə nömrəmiz var. Əlaqə saxlayın və invertorla istər olsun, istər 220 voltla olsun, istər 380 voltla olsun. Tək ki, Rəbbim sizlərə, hamınıza imkan versin ki, 380 volt çəkdirib təsərrüfatınızda istifadə edə biləsiniz. Səhifədə nömrəmiz var, əlaqə saxlayın. Biz də sizin suallarınızı cavablandırmağa şad olarıq. Allah amanında olun, Allah işlərinizi avand eləsin. Amin.